Hər kəsə salam. Bu gün sizlərə natural ədədlər mövzusunu izah edəcəm. Natural ədədlər eyni növ əşyaların sıra nömrəsini göstərmək və ya əşyaları saymaq üçün istifadə olunan ədədlərdir. Biz əşyaları sayarkən belə sayırıq da 1, 2, 3 və s. Bizdə natural ədədlər sonsuz sayda olur. Ən kiçik natural ədədimiz 1-dir, ən böyük isə yoxdur. Yəni sonsuz saydadır. Və yadınızda saxlayın ki, 0 natural ədəd deyil. Sonra natural ədəd böyük N hərfi ilə işarə olunur. Cüt və tək ədədlər var. Cüt ədədlər sonu 0, 2, 4, 6 və 8 ilə bitən ədədlərə deyilir. Tək ədədlər isə sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlərə deyilir. Məsələn 179. Sonuna baxıram 9, 9 tək ədəddir. Deməli 179 ədədi tək ədəddir. Sonra 186. Sonuna baxıram 6, 6 cüt ədəddir. Ona görə də 186 ədədi cüt ədəddir. Və cüt və tək ədədlər 2-2 artır. Məsələn 3, 5, 2-2 artdı. 4, 6, 2-2 artdı. Sonra cüt və tək ədədləri biz necə ifadə edə bilərik? Cüt ədədlər cüt ədədlər 2n ilə işarə olunur. Tək ədədlər isə 2n minus 1 və ya 2n plus 1 ilə işarə olunur. Biz bilirik ki, bu 2 ilə n arasında vurma əməli var. Yəni biz bunu belə yaza bilərik. 2 vurulsun n. Yəni n-in yerinə hansı rəqəmi qoysaq, o rəqəmi də 2-yə vursaq cüt ədəd alınacaq. Gəlin yoxlayaq. N-in yerinə bir dəfə cüt, bir dəfə də tək ədəd qoyaq. Məsələn 3 və 8. 2 vurulsun 3, elədi 6. Deməli, bu cüt ədəddir də. 2 vurulsun 8, elədi 16. Həqiqətən də cüt ədəddir. Keçək tək ədədlərə. Tək ədəd dedik 2n minus 1 və ya 2n plus 1-dir. Gəlin elə buna da 3, 8 qoyaq. 2n çıxılsın 1. 2 vurulsun 3, çıxılsın 1. Eləyir 2-ni vururam 3-ə eləyir 6, çıxıram 1-i eləyir 5. Sonra 2 vurulsun 3, üstəgəl 1. 2-ni vururam 3-ə 6, üstünə 1 gəlləm eləyir 7. Gördünüz təkdir. Sonra 2 vurulsun 8, çıxılsın 1. 2-ni vururam 8-ə 16, çıxıram 1-i 15. 2-ni vururam 8-ə, üstünə 1 gəlləm eləyir 2-ni vururam 8-ə 16, üstünə 1 gəlləm 17. Sonra ardıcıl natural ədədləri, ardıcıl cüt natural ədədləri və ardıcıl tək natural ədədlərin cəmini müəyyən bir qayda ilə yazmaq olar. Gəlin burada qeyd edək. Ardıcıl, mən qısa yazım. Cüt natural ədədlərin cəmi. Ardıcıl cüt natural ədədlərin cəmi 2, üstəgəl 4, üstəgəl 6, üstəgəl və s. 2n bərabərdir n vurulsun n plus 1-ə bərabərdir. Sonra ardıcıl tək natural ədədlərin cəmi. Ardıcıl tək natural ədədlərin cəmi tək dedikdə 1 üstəgəl 3 üstəgəl 5 üstəgəl və s.
2n plus 1 nəzərdə tutulur və o da bərabərdir n üstü 2-yə, yəni n-in kvadratına. Üçüncü və sonuncu qaydamızda ardıcıl natural ədədlər cəmi 1 üstəgəl 2 üstəgəl 3 və s. n bərabərdir n vurulsun n plus 1 bölünsün 2-yə. Bunu biz belə yaza bilərik.